Həmin o insanın yubileyi olacaq. O Einstein'di. Tanıyırsınız da Einstein. Hə, tanıyırıq. Əmim oğlu. Einstein kimdir? Birinci Məhtənət xanım olduğuna görə o danışsın. Kimdir? Demə, heç kimə deməsin. Sual da elə belə. Bilməmək ayıb deyil ki. Burada nə var ki, mən deyirəm əmim oğludur. Hə. Mən nə biləm Einstein Məhtənət xanımın əmisi oğludur. Hə də все. O tane de on yani fizik ya. Kim olub? Hələ belə. O hələ belə gəldi mənim üçün mən dedim də kim olub? Dünya səviyyəli bir adamdır, elmlə məşğul olan bir insan. Sən söhbətini elə, hə? Əsas onun ixtisası, peşəsi nədir? Yox deyil. Familiyası yəqin yox deyildi. Endi də, Einstein. Yox, Einstein'di, yəqin familiyası yox deyildi. Yox, Steyn indi yoxdur. Əvvəl olubdur. Oluşteyn olub əvvəl. Nə Yaxşı. də ad olar Einstein? Bilməz ixtisası nədir, nə üçün? Eşitmişsiniz onun haqqında ki, bu insan bayıra çıxanda, harasa gedəndə məntiq, nə giyinməyib əyninə? Şalvar. Ümumiyyətlə o yaşa çatdıb hansı? Sənin ancaq fikrin elə şal var, Ay yubqa. oğlum, əlbəttə belə deyirsən ki, nə geyinməyib? Mən də belə Mən deyirəm. bəlkə bir köməyi deyirəm, bəlkə alladıram sizi. Nə giyinməyib? Ayaqqabı məntiqlə. giyməyib. Ayaqqabı ola bilər giyməsin. Sonra Maska geyinməyib ayaqlarına cülki. maska giyinməyib. Sən əgər bunu tapdınsa, maska giyinməyib. Mən nə bilim, sən də belə deyirsən. Yo, sualdır da, amma nə giyinməyib? Yoxsa heç Ki, mən onu görməmişəm, Amma bilmirəm. düz deyirsən, özü də bilmir, düz deyir. Naskı giyinməyib. Einstein heç vaxt naskı giyinməyib, amma mənim kimi. Yarımçıq. Məşhur kimyaçıdır Einstein. Fantamas. Ki senin kişi boş.